uşaqmış, yoxsa uşaq imiş yazılmalıdır? Çox gözəl sualdır. Əgər idi, imiş, ikən adlara artırılırsa, adlar deyəndə insan adları nəzərdə tutulmur. Yəqin ki, bilirsiniz. Adlar deyəndə feildən başqa bütün digər nitqisələri nəzərdə tutulur. Yəni isim, sifət, say, əvəzlik və s. Bunlara idi, imiş, ikən artırılarsa, hökmən və hökmən ayrı yazılmalıdır. Heç fərqi yoxdur ki, bu sözlər saitlə bitir, samitlə bitir. İstənilən halda idi, imiş, ikən ayrı yazılmalıdır. Məsələn, uşaqmış yanlışdır, uşaq imiş doğrudur. Xəstə imiş yanlışdır, xəstə imiş doğrudur. Yaxşı idi yanlışdır, yaxşı idi doğrudur. Evdə ikən yanlışdır, evdə ikən doğrudur. Amma idi, imiş, ikən feillərə artırılarsa, heç fərqi yoxdur. Saitlə bitən feil, samitlə bitən feil, hər ikisində həm bitişik, həm ayrı yazıla bilər. Gəlməli idi, doğrudur, gəlməli idi, doğrudur. Gəlməli imiş, doğrudur, gəlməli imiş, doğrudur. Dilimizi sevək və sevdirək.